بسم الله الرحمن الرحيم يا أيها الذين آمنوا عليكم الصيام كما كتب على الذين من قبلكم لعلكم تتقون. Kur'an Ramazan ayında nazil olur. Bütün əhli qiblə mübarək Ramazan ayında bağışlanacaq. Əgər insan dünya malını əldə edəndə Allahın həddin gözləyir, onda o Allahın fəzlidir. Həmin insan ki dünya malına görə əziz olmuşdu, həmin insan ahirətdə zəlil olacaq. İnsanın əməlləri nə olsa, insanın qiymətin, xoşbaxtlığın, bədbaxtlığın o təyin edəcək. O qədər insanlar qorxacaq o səsdən, yer tərpənəcək, qəbirlərin üstü açılacaq, insanlar qorxu ilə duracaqlar, buyurur, uşaqlar qorxudan qocalacaqlar. Bir iddə insanlar var ki, Allah qiyamətin günündə onlardan hesab çəkməyəcək. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vel aqibatu lil muttaqin. Vessalatu vesselamu ala seyyidina ve seyyidil mursalin. Ebil Qasim Muhammed. وعلى آله الطاهرين سيما بقية الله في الأراضين واللعن الدائم على أعدائهم أجمعين إلى قيام يوم الدين. أعوذ بالله من الشيطان الرجيم. يا أيها الذين آمنوا بالله ورسوله. Keçənki məclislərimizdə deyildi ki, Nisa surəsinin 136-cı ayəsində Allah möminlərə xitab edir və bu xitab Quranın xitablarından biridir. Buyurur, ay möminlər, iman gətirin Allaha və Allahın Rəsulinə. Bu barədə dünən söhbət açdıq ki, və Rəsulih Allahın Rəsulinə iman gətirmək vacibdir ki, insan o Rəsuli əvvəl tanısın. Çünki bu iddia çox böyük iddiadır ki, insan deyə, mən Allahın tərəfindən gəlmişəm və mənim danışığım, sözlərim Allahın sözləri və söhbətləridir. Hər adam buna inanmaz.
və inanmasa da heç kim onu qınamaz ki, sən niyə inanmırsan? Çünki iddia böyük iddiadır. Bu iddiaya vacibdir ki, peyğəmbərlərin əllərində möhkəm sənəd və sübutları ola, ta öz sözlərin sübuta çatdıra bilələr. Ona görə də dedim ki, 3 yolla peyğəmbərləri tanımaq olar. Onun biri budur ki, insan o peyğəmbəri ki, gəlib Allahın tərəfindən danışır və şəriət gətirib, deyir, bunu Allah mənə verib gətirəm sizə, Allah göndərib, bu peyğəmbərin söhbətlərindən, əlamətlərindən, nişanələrindən, izlərindən bunu araşdırmaq olar və onu araşdırandan sonra bilmək olar ki, bu həqiqətən Allahın tərəfindən gəlib, yoxsa tələtolama düzəldib özü üçün. Bu bir yoldur. İkinci yolu da budur ki, peyğəmbərlər ki gəliblər, o peyğəmbər ki gəlib, ondan qabaqki möhkəm tanınmış peyğəmbər öz kitabında bu peyğəmbəri təsdiq edə. Bu ikinci yoludur. Üçüncü yolu da möcüzələrdir. Peyğəmbərin vacibdir ki, əlində möcüzəsi olsun və o möcüzələrin vasitəsilə sübut eləsin ki, bax, mən peyğəmbərəm. İnanmırsan, əsanı ata, əsa əjdaha ola, Musaya xitab gələ, Musa əsanı götür, özü də qorxu əlatmağa. Hədisdə var, dedilər ki, yapış, əlin verdi pencəyin altına, belə istirdi götürə. Musa, elə o yesə səni də yiyər, pencəyi də yiyər, deyil o. Onu Allah əmr eləyib ki, o səni yeməyəcək. Bu göstərir ki, yəni, bu day sehridir, cadudur, gözü bağlıcıdır. Əsa həqiqətən olub əjdaha, o adamlar ki, sehri, cadu əhliydilər, onların hamısına bir dənə xətti bütlan çəkdi, yəni batil xətt. O batil olan şeylərə belə xətt çəkərlər, yəni day bu batil oldu. Bu 3 yolla peyğəmbəri tanımaq olar. Birinci yolun barəsində dünənləri mən bir müqəddimə dedim. O müqəddimədən bu günləri birazı qalıb, o qalmışları bu məclisdə lazımdır ki, deyilsin. Dünən dedim ki, əgər bir peyğəmbər gəlsə, onu izləri ilə, nişanələri ilə tanımaq olar. Məsələn, peyğəmbər o mühitdə ki, zuhur eləyib, deyir, mən peyğəmbərəm, o mühiti araşdırmaq lazımdır ki, orada kimlər yaşayır, necə bir mühitdir, bu insan orada neçə il yaşayıb, onlarla münasibəti nədir? İkincisi budur ki, o zamanda ki, bu peyğəmbər deyir, mən peyğəmbərəm, o zamanı da lazımdır araşdırasan. Görəsən, o əsridə, o devridə vəziyyət necə idi? İnsanların şəraiti necə idi? Necə yaşayırdılar? Onlardan da ələ gələr. Üçüncüsü, bu insan ki, deyir, mən peyğəmbərəm, bunun da əxlaqının barəsində eləmək olar, insan araşdırsın, bir şey ələ gətirsin. Görək bu məqampərəst adamdır, vəzifəpərəst adamdır, pulpərəst adamdır, ya təqvalı insandır, əmin insandır. Bu insanın əxlaqından da onun iddiasına insan eləyə bilər ki, əldə etsin və inansın. Dördüncüsü, gətirdiyi şəriətdir. Gətirdiyi şəriətin barəsində adam eləyə bilər, onu sual verə
baxa, görə bu ağılla uyğundur, məntiqlə uyğundur, yaxud bu cürdür. O şəriəti ki gətirib onun əhkamına insan baxar, görər ki bu əhkam nə qədər təsir qoya bilir öz ictimasında. Çox təsir qoyur, az təsir qoyur, ondan da bilmək olar. O vasitələrlə ki bir peyğəmbər öz işin qabağa aparır. O vasitələr də mühümdür. Zorla zoraki aparır qabağa, əxlaqla, imanla, behiştin vədəsi ilə, cəhənnəmin vədəsi ilə, yoxsa puluna, nə bilim, belə şeylərinə. Bir də o adamlar kiminin başına yığışıb. Əgər bir nəfər tapılıb deyir, mən peyğəmbərəm, kimlər bunun başına yığışıb? O adamlar ki, dələduz adamdılar, quldur adamdılar. O adamlar ki, fağırdılar, miskindilər, kasıbdılar, yoxsuldular. O adamlar ki, pulludular. Bax, bunların hamısından insan əldə edə bilər ki, bu peyğəmbər ki, gəlib, bunun sözü nə qədər düzdür. Bir də bu insan öz işin qabağa aparmağa halallardan, haramlardan istifadə edir. Xurafatdan, mohumatdan istifadə edir. Fanatik insandır bu. Belə sözlərlə öz xeyrinə olanda bəhrə aparır, xeyrinə olmayanda aparmır. Ya bunun elə bir sabit xətti var. Bax, bu yollarla insan eləyə bilər, peyğəmbəri tanısın. Bu yolların barəsində dünənləri mən bir neçəsin demişəm ki, necə İslam peyğəmbəri nə vəziyyətdə gəldi? Onun çatdıq dördüncüsünə. Dördüncüsü buydu ki, peyğəmbər ki gəlib, əhkam gətirib, ain gətirib, şəriət gətirib, kitab gətirib, gəlin o kitabı qoyaq qabağımıza, gəlin o şəriəti qoyaq qabağımıza, əvvəldən axıra baxaq buna. Görək bu şəriətdə bu nədən danışır? Nəyə çox maraqlanır? Marağı nədədir bunun? O ələ gəlsə bilinər ki, bunun iddiası sadiqdir, düzdür, yaxud bunun iddiası kizbidir, yalandır. İslam peyğəmbərinin barəsində biz baxırıq, görürük. Birinci söz ki bunun ağzından çıxır, tövhid barəsindədir. Buyurur, la ilahə illallah deyin, nicat tapın. Və o cür insanları da tərbiyə eləyir. Bütün tərbiyə elədiyi insanların da hamısı o cürdülər. Peyğəmbərin nümayəndəsi getdi bir şahla görüşdü. İran şahı idi, Rum şahı idi. Neçə dəfə olub bu, müxtəlif yerlərdə. Bəzisi məruf olub, bəzisi çox mərufdur. Amma o məruflardan biri belədir. Gəlib şahla görüşüb, məktubu verir. Peyğəmbər məktublar yazırdı, şahlara göndərirdi və onlar da bəzisi yaxşı qarşılayırdılar, bəzisi pis rəftar eləyirdilər, inanmırdılar, cürə idi. Bir kitab var, o kitab Peyğəmbərin məktublarının hamısı o kitabda toplanıb. Keçmişdə bir böyük alimlərdən biri o kitabı tərcümə eləmişdi. Məncə Azərbaycan dilinə də tərcümə olmuşdu. Amma niyə çap olmadı, nə cür oldu, onlar başqa məsələdir. Amma o kitab əgər əlüvə düşsə, ərəb dilində, fars dilində, yaxud Azərbaycan dilində əgər oxuya bilsən, həqiqətən gözəl bir kitabdır. Bütün məktubların hamısı orada var. Peyğəmbər kimlərə məktub yazıb və kimlərə məktub göndərib. Bəzisi həqiqətən çox yaxşı cavab verirdi. Göndərdi Peyğəmbər hədiyyələr ilə belə. Məktubu da qoydu üstünə, gətirdilər, verdilər. Şah çağırdı, danışdırdı onları. Dedi, sən kimsən? Dedi, məni Peyğəmbər göndərib. Sözüz nədir? Budur, danışdı. Orada danışanda çox gözəl cümlələr dedi o.
Dedi, "Linuxricəl ibad min ibadətil ibad ila ibadətillah və min zeyqid dünya ila səatiha və min cəvril ədyan ila ədlil İslam." Peyğəmbərin nümayəndəsi elə gözəl cavab verdi ki ona. Bu cavab indi tarixdə bizə yadigar qalıb ondan. İmamlar, məsumlar, şəxsən Peyğəmbərin özü təsdiq elədi bu cümlənin gözəlliyi. Dedi, siz kimsiz? Dedi, biz Allahın bəndəsi. Məni Peyğəmbər göndərib, bu da məktubu verdi, oxudu. Səcdə eləmədi, əlindən öpmədi, şaha əyilmədi, heç bir şey. Bir azad, şərəfli insan kimin girdi, şərafətlə də onun yanından çıxdı. Dedi, sən mənə danış görüm, sizin məqsədiniz nədir? Məqsəddə bu cavabı verdi. Dedi, "Linuxricəl ibadə min ibadətil ibad ila ibadətillah." Biz istəyirik insanları insanların pərəstişindən çıxardaq, Allahın pərəstişinə tərəf dəvət eləyək, aparaq, hidayət eləyək. Heç bir insan, heç bir insana səcdə eləməməlidir. Və min zeyqid dünya ila səatiha. Bu cəmaatı görürsən, bunlar dünyaya baxanda dünyanı maddə çərçuvasında görürlər. Amma biz istəyirik ki, başa salaq ki, yox, belədir. Bax, bu dünyanın vasitəsilə çox böyük bir dünyanı qazanmaq olar. Onlar elə bilirlər ki, elə bu dünyadır. Yox, biz istəyək başa salaq bunları ki, insanlar bu dünyada qonaqdılar. İnsan burada qalmamalıdır. İnsan buradan getməlidir. İnsan buradan köçməlidir. Və köçüb gedəndən sonra cənnətə daxil olsa, orada həmişə qalacaq. Cənnətə daxil olandan sonra. Bilirsiniz ki, hədislərdə var. İnşallah qiyamətin barəsində danışanda o hədislərdən danışarıq. Hədislərdə var, elə ki, mömin qəbirdən durdu. Quranın ayəsində də var ki, təqvalıları Allah elə ki, qəbirdən qalxızdı, onları bir qruppa çox izzət ilə aparacaq cənnətə. Amma onlar özləri getməyəcəklər. Onlar görəcəklər ki, mələkələr behişdə, cənnətdə bəzənmiş dəvələr ilə bunun qarşısına gəliblər, qarşılamağa. Bu qoşulacaq onlara. Gələcək ta cənnətin qapısına qədər. Cənnətin qapısında Həzrət buyurur, bir ağac var ki, o ağacın yarpaqları çox böyük yarpaqdır ki, hər birisinin altında 1000 nəfər kölgəsindən istifadə eləyə bilər. Orada deyil, düşəcəklər. Ondan sonra keçəcəklər ağacın bir yan tərəfinə. Orada çeşmə var, bulaq var. O bulaqdan içəcək, içəndən sonra ürəyi soğuyacaq. Day susuzluq görməyəcək. Elə ondan qutardı. Ondan sonra hələ cənnətə girməyib. Ondan sonra keçəcək biyançı tərəfə. Biyançı tərəfdə də bir dənə bulaq var. Orada nida gələcək ki, gir özün burada yuyun. Özü yu burada. Hədisdə var buyurur, elə ki insan orada özün yudu o suyla, insanın həyatı əbədi olacaq. Ondan eləyə, eynül həyat odur. Eynül həyat ki var, yəni həyatın bulağı, həyatın bulağı odur ki, o bulaqda yunan insan day çürüməyəcək, oldu əbədi. Necə indi bir maddə var, vırırlar, bir insan çürümür. Görürsən ki, Moskvada neçə ildir çürümür, gedirsən, baxırsan, elə bilirsən ki, çörəyi yeyib, huş aparıb. Adam görərsən, bir yorğun olanda, bir çörək mürək yer, çay içər, ondan bir huş aparar, ondan durar gedər. Elə bilirsən ki, huş aparıb. Deyirsən, yavaş danış, indi aylar.
gözəli oradadır. Onun əsli oradadır, kökü oradadır. O bulağa insan girib çıxandan sonra hədisdə var ki, oldu əbədi, oldu daimi. Bax, beləncidir. Deyib, biz gəlmişik insanlara başa salaq ki, bura 5-10 günlükdür. Eynül həyat oradadır. Əbədi həyat oradadır. Cənnət oradır. Biz bunu başa salmağa gəlmişik. Və bir də min cəvril ədyan ilə ədlil İslam. Biz gəlmişik insanları başa salaq. O birisi ainlər, dinlər, məzhəblər ki, insanları günbə-gün bədbaxtılığa çəkirlər, aparırlar. Biz onlardan insanlara nicat verək, İslamın ədalətinin vasitəsilə insanları həm bu dünyada, həm ahirətdə xoşbəxt eləyək. Bu sözü deyəndən sonra kişinin xoşu gəldi. Hala nə qədər özü əməl elədi, əməl eləmədi, o başqa məsələdir. Amma bu nümayəndə sözün deyə bildi. 3 cümlədə Peyğəmbərin hədəflərinin hamısını 3 cümlədə yığdı dedi və o da hədiyyələr verdi. Hədiyyələr verdi, dedi, aparın Peyğəmbərə. Salam aparın, bu da hədiyyələr aparın Peyğəmbərə. Bir dənə, 2 dənə də həkim verdi. Bəzisində var ki, həkim verdi, dedi, aparın, orada müsəlmanlar ehtiyacı olar, xəstələnərlər, eləyərlər. Bunlar yaxşı, mahir, haziq həkimlərdir ki, bunlar sizə qulluq eləsin. O da gəldi Peyğəmbərin məhzərinə, çox razılıq elədi, öz razılığını bildirdi və dedi, şah bu cür bizi qəbul elədi, yaxşı görüşümüz keçdi, o belə dedi, mən belə dedim. Bu da hədiyyələrdir göndərib, bu 2 dənə də həkimdir, göndərib ki, sənə qulluq eləyə. Peyğəmbər hədiyyələri aldı, razı qaldı, amma həkimləri qəbul eləmədi. İndi bəlkə də siyasi cəhətdən qəbul eləmədi ki, bunlar kimdir gəlib bizə qulluq eləyə? Bunlar başqa cürə ola bilsin qulluq eləyələr. Yaxud elə həqiqətən belə onu da mən bilmirəm. Kitabda da yox diyor. Amma Peyğəmbər ona gözəl cavab verdi. Dedi ki, mən sizdən öz təşəkkürümü bildirirəm, sizə bizim ehtiyacımız olmayacaq. Siz buyurun gedin. Çünki mən müsəlmanlara, möminlərə tapşırmışam, nə qədər acıqmayıblar yeməsinlər. Və hər vaxtda istədilər yiyələr, doymamış təkilsinlər. Əgər bu 2 dənəni eləsələr, bunlar xəstə olmayacaqlar, sizə də ehtiyacları olmayacaq. Buyurun gedin. Həm elmi cavab verdi, Amerika həkimlərinin şurasında bir üzvü var, o İranlıdır. Mən ondan bir yerdə görüşdüm, ondan sinif yoldaşı olmuşdum mən. Rast gəldi bir yerdə görüşdük, sən neynirsən, o dedi, sən neynirsən, biraz söhbət elədik, qədim yoldaşıdıq, ondan söz gəldi yavaş-yavaş. Mən soruşdum ki, orada neynirsiniz, vəziyyət necədir, tibbi necədir, biraz söhbət elədi. Dedi, mən orada tibbi bu 2 cümlənin əsasında gördüm. Bütün tibb elmi bu 2 cümlənin əsasında qurulub. Ki, insan nə qədər acıqmayıb yeməsin, yiyəndə də nə qədər doymayıb çəkilsin, gözü qalsın onun dalıca, doymasın. Doymasın, çəkilsin. Sonra mən ona dedim, belə bir hədislər də var axı bu cür. Ki, insanın payı təyin olub. Duzdan payı təyin olub, yağdan təyin olub, nə bilim, hər şeyi təyin eləyiblər. İnsana bir qədər ömür veriblər, məsələn 60 il. 60 ildə deyiblər, bebeləsən duz yiyəcəksən, bebelə yağ yiyəcəksən, bebelə su içəcəksən, bebelə bunların hamısını təyin eləyiblər. Kim həddindən artıq yesə, tez yesə payın qutarsa, onu veriblər o duzu 60 ildə onu yiyəsən. Adam var 60 ilin duzun 30 ildə yeyib qutarır. O həkimə gedəndən sonra həkim ona deyəcək, dayı duz olmaz sənə. Çünki payı qutarıbsan da da. Mən indi burada
belə moizə formu deyirəm. Orada hədisin elmi surətdə o adama dedim, sonra mən onu gördüm, dedim mən o hədisi apardım orada, açdım, söhbət elədim onlara. Hamısı dedi elmi əsaslarından qəbul olunmuş məsələdir və bütün tibb elmi bunların əsasında qurulur. Peyğəmbər həm elmi cavab verdi, həm də onları qaytardı ki, sağ ol, biz səni istəmirik. Biz özümüz özümüzə həkim də taparıq, inşallah müsəlmanların içində həkim də olar, mühəndis də olar, hər bir insan olar, müsəlmanlar özləri müstəqil olarlar və heç bir kəsə əl uzatmazlar. Əgər müsəlman İslamı tanısa, əgər müsəlman İslama əməl eləsə, əgər müsəlman müsəlmançılığının mənasını bilsə, Peyğəmbər başa saldı ki, yəni gərək belə olsun. Hər halda baxırsan, görürsən bunu, əvvəl sözü nədir? Əvvəl sözü təvhid. Yəni Allah birdir, yəni Allaha tərəf çəkilir. İkinci sözü nədir? İkinci sözü vəhdət, birlik, Peyğəmbərin sözlərinin hamısı baxırlar, görürlər, gözəldir. Və'təsimu bihablillahi cəmi'a, müsəlmanlar, hamımız bir ipdən yapışın. Və o Qurandır, və o İslamdır, o Əhl-i Beytdir. Hamımız bir şeydən yapışın. Bax, görürsən. Oğuz, Xəzrəc, o sabiqədə tarixi var idi onların davalarının, Oğuzla Xəzrəcin Mədinədə. Peyğəmbər onların ixtilafını həll elədi. Heç kim inanmırdı ki, bir din gələ, ayə ilə, hədis ilə o boyda ixtilafı həll eləyə. Minlərlə adam ölmüşdü, ömürlər boyu bunlar cəng eləmişdilər, müharibə aparmışdılar, savaşmışdılar, döyüşmüşdülər, vırışmışdılar. Amma Peyğəmbər imanla o məsələni bunların içərisində həll elədi. Peyğəmbər zülmünə mübarizə elədi. Hər yerdə zülmü var, hər yerdə zalim var, hər yerdə qəsb var, hər yerdə zor var. Peyğəmbər onları məhkum eləmişdi. Baxırdılar, görürdülər, Peyğəmbər deyir, əgər bir dənə namaz üstündə sənin pencəyivin düyməsinin sapı da zülmünə ələ gətiribsən, o sapı düyməni tikibsən, namazın batildir. Bu dinə kim nə deyə bilər? Bir din içi sənə deyir ki, əgər oğurluq sapına pencəyivə düymə tikibsən, namaz qılıbsan, o bizərlə sapa görə sənin namazın batildir. Baxdılar, gördülər, yox, Peyğəmbərin gətirdikləri, söhbətlərinin hamısı belədir. İnsanlara qiymət verir təqva əsasında. Hər kəsin imanı çoxdur, hər kəsin təqvası çoxdur, onun qiyməti çoxdur. Day demədi, hər kəs mənim xaloğlumdur, hər kəs mənim, məsələn, əmioğlumdur, hər kəsin pulu çoxdur, hər kəsin Mercedesi yaxçı işıldayır, hər kəsin binası çox ucaq. Bax, bunların heç birisi yox idi. Acından ölənlərin evinə gedirdi, çünki təqvası çox idi. Bilala azam verdirirdi, çünki təqvası çox idi. Səsi yaxşı olanlar var idi o zaman. Bilalın nə səsi var idi yaxşı, nə də şirin dili var idi. Pəltə idi Bilal. Amma təqvasının əsasında onu azamçı elədi. Odur ki, fasıqlərə xoş gəlmirdi belə şey. Fasıq adamlar istər ki, insanları pulun zadından alsınlar. Görsələr səndə pulun təsiri yoxdur, vəzifənin təsiri yoxdur, acıqları gələr səndən. Çünki heç bir vasitə ilə səni çəkə bilmir özünə. Odur ki, Bilal azam verəndə təhqir eləyirdilər. Deyirdilər, dabi, qara qarğayı belə-belə söhbətlər eləyirdi. Bilala nisbət verirdilər o söhbətləri. Əmanətdə xiyanət olmaz. Özü də özür, özcə də özür. Əmanətin barəsində fərqi yoxdur. Hətta kafir əmanət versə, əmanətdə xiyanət olmaz. Heç bir dində belə şey yoxdur. Kafir əgər gətirə sənə əmanət verə, Peyğəmbər buyurdu ki, o əmanətdə xiyanət olmaz. Balaları da o cür idi. İmam Səccad əleyhissalam buyurdu, əgər Şimr atamın başını kəsdiyi qılıncı gətirə mənə əmanət tapşıra, vaxtında istəsə verərəm. Çünki əmanətdir. Əmanətdə xiyanət olmaz. Bax, bunlara baxırdılar, görürdülər Peyğəmbər
Yaxud o birisi məsələ, hansı vasitələrlə Peyğəmbər özün qabağa aparırdı? Hədəf vəsiləni tövcih elirdi, o nə deməkdir? Hədəf vəsiləni tövcih elirdi. Dünya siyasət mədarları belədir. Deyir, mən o hədəfə çatmaq üçün hər vəsilədən, vasitədən istifadə eləyəcəyəm. Yaxşı pis, mən ora çatmaq istəyirəm. Nəyin bahasına olur olsun. Amma Peyğəmbər dedi, yox, belə şey olmaz. Bu cürdür. Hədəfə çatmaq üçün halal yollarla lazımdır insan gedə çata. Haram yollarla yox. Bu mümkündür. Hətta müharibələrdə, Həzrət buyurdu, müharibələrdə siz onlara baxın. Görün ki, qeyri-hərbiçi insanları öldürmək olmaz. Ağaçları yandırmaq olmaz. Bağları, ağaçları, bitkiləri. Suyu mındarlamaq olmaz, zəhərləmək olmaz. Suyu birinin üzünə bağlamaq olmaz. Əsir tutandan sonra əsirlə pis rəftar eləmək olmaz. Bunların hamısını özü də eləyir. Bax, gördülər Peyğəmbər haram yollarla, xoşa gəlməz yollarla istəmir məqsədə çata. Məqsədi istir çata, amma məqsədə hansı vasitələrlə? Halal vasitələrlə. Hətta dedi, əgər bir iddədən acığın gəlir, bir iddə ilə düşmanlığın var, o düşmanlıq səbəb olmasın ki, sən ədaləti onun barəsində icra eləməyəsən. Bu cür olmaz. Eləməyin bu cür. Və o cürdə əməl elədi. Yaxud xurafi sözlər Peyğəmbərin barəsində. Bəzisi öz mənfəətinə idi. Elə ki, Peyğəmbərin oğlu rəhmətə getdi, Peyğəmbərin oğlu 18 aylıq idi İbrahim. Allah məsləhət bilmədi. Uşaq rəhmətə getcəyin, tez bir iddə var da, hər yerdə istirib istifadə eləsin. Hay saldılar ki, hə, deyəsən, bir yandan da vurdu, gün tutuldu. Bir yandan şayə saldılar ki, Peyğəmbərin oğluna görə gün tutuldu. Çünki Peyğəmbərin oğlu öldü, ona görə gün tutulub. Bu, zahirdə baxanda Peyğəmbərin xeyri idi. Hamı inana deyə, oğlu ölcən gün tutuldu. Amma bir ay, 2 ay bunun xeyri nədir? 1400 ildən sonra bilinəcək axı bu. 1400 ildən sonra bilinəcək ki, günün tutulmağının başqa səbəbləri var. Ayın tutulmağının nə dəxli var birinin ölməyinə? Nə ayın tutulmağı, nə günün tutulmağı, dəxli yoxdur birinin ölməyinə. Peyğəmbər meyit qaldı yerdə, müsəlmanlara, möminlərə dedi, yığışın bir yerə. Məsələn, Mədinə məscidinə. Hamı yığışdı, Peyğəmbər çıxdı, xutbə oxudu. Buyurdu, əyyuhən nas, innəş-şəmsə vəl-qəmərə ayətan. Günəşlə ay Allahın 2 ayəsidir, nişanəsidir. Min ayatillah. Yəcriyani bi əmrihi və muti'anilləh. Allahın əmri ilə hərəkət edirlər. Və onlar Allahı tabelik edirlər. La yənkəsifani lil mauti əhədin. Onlar heç vaxt birinin ölməyinə görə tutulmaya və la li həyatihi, birinin diriliyinə görə tutulmaya bu cürdür. Ölünün nə dəxli var ona? Ondan sonra əhkam buyurdu. Buyurdu, fəizən kəsəfa o əhəduhuma, hər vaxt gördünüz ay tutuldu, gün tutuldu, hər birisi onların tutuldu, səllu, ayət namazı qılın. Bunun dəxli yoxdur ki, Peyğəmbərin oğlu ölüb, o di ay tutulub, ona görə gün tutulub, heç dəxli yoxdur. Ölüm başqa şeydir, ay tutulma başqa şeydir, günəş tutulma başqa şeydir. Hər vaxt gördünüz, günəş tutuldu, ay tutuldu, səllu. Siz ayət namazı qılın.
Mənbərdən düşdü aşağı, özü ayət namazı qıldı. Ondan sonra Əli əleyhissalama dedi ki, gedəcindi meydi dəfn eləyək. Durdular, bir iddə getdilər, uşağı apardılar, qusu verdilər, dəfn elədilər. Bax, görürsən ki, Peyğəmbər hətta belənci yerlərdəki təbiətin hərəkəti, bunun bugünkü günündə xeyri nədir? Peyğəmbər onların heç birisindən istifadə eləmədi. Baxırdılar, görürdülər Peyğəmbər özü, öz gətirdiyi dinə nə qədər qulluq eləyir. Əli əleyhissalam deyir ki, biz müharibələrdə hər vaxt görürdük ki, vəziyyət ağırdı, özümüzü verirdik Peyğəmbərin yanına. Yəni o hamıdan qabağıdır. Fələm yəkun əhədun minna əqrəbə iləl əduvvə minhu. Hamıdan yaxın düşmənə Peyğəmbər idi. Nəinki gedə qala dalda, əmir verə, belə vurun, belə eləyin. Bu yox, Peyğəmbər özü hamıdan qabaqdadır. Yəni gətirdiyi dinə həm ibadət cəhətindən özü ənə əvvəlül muslimin buyurdu, həm də təhlükəli yerlərin hamısında gördülər Peyğəmbər hamıdan qabaqdır. Ona görə də bax, bu əlamətlər ilə, bu dəlillər ilə tarixlər yazıldı. Corci Cordaqlar, Corci Zeydanlar, nə bilim, tarixdə Fransa alimləri, Amerika alimləri, Avropa alimləri tarixlər yazıblar, Peyğəmbərin barəsində müxtəlif kitablar yazıblar. Hamısı təmciddən, təhsindən, tərifdən başqa bir şey yoxdur. Bəzən də əgər bir karikatur kimin bir şey gəlir ortalığa çıxır, onun kökü siyasətə qayıdır. Onun kökü gedir çıxır Əbu Süfyana, onun kökü gedir çıxır Əbu Cəhlə. Onlar elmi bir şeydir. Elmi budur ki, gələsən, qoyasan qabağına Qur'anı, deyəsən bu ayə, bugünkü elmin bu qanunu ilə, bu qaydəsi ilə düzdür. Analiz eləmişik. Amerikada, Avropada İslamın bu qanuni elmidir. Kişidir, gəlsin bir nəfər bunu desin. Amma oturub uzaqda söhüş vermək o ilə hamının işidir. Onu hamı eləyə bilər. O zaman da elədilər, indi də elədilər, sonra da eləyəcəklər ki, nədə. O heç onu danışmağa gəlməz. Onlar o qədər alçaq adamlardır ki, heç şey əllərindən gəlməyəndə başlayar görərsən söhüş verməyə. Ona görə də İslamın bütün bax cəhətlərin hamısını insan hesablayanda baxır görür ki, bu dini ki Peyğəmbər gətirib və bu iddia ki İslam Peyğəmbəri eləyib, hamı onu ürəkdən və nuraniyyət ilə qəbul elədilər. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil əzəm əl-əəzzil əcəllil əkrəm və bil-Hüseyni ya Allah. Ya Allahu, ya Allahu, ya Allah, ya Allahu, ya Allahu, ya Allah, ya Allahu, ya Allahu, ya Allah. İlahi əllərimizi naumid qaytarma. İlahi dualarımızı müstəcab elə. İlahi hacətlərimizi rəva elə. Ölənlərimizi qəriq rəhmət elə. Günahlarımıza qələmi əfv çək. Aqibətimizi xətmi bi xeyr elə. Bu mübarək ay axir Ramazanımız qərar vermə. Bu ayın feyzindən bizi bi nəsib eləmə. İlahi xəstələrimizə şəfa inayət elə. Nəzərdə olan xəstələrə şəfa mərhəmət elə. Ölən günə kimin ruziyə halal bi minnət mərhəmət elə. Ölən günə kimin verdi gün nemətləri əlimizdən alma. Ölən günə kimin namərd insanlara bizi möhtac eləmə. İlahi xalis olan salamlarımızı İmam-ı zamanımıza çatdır cinan. Mübarək olan qəlbin hamılarımızdan razı elə. Həzrətin zuhurində tə'cil elə. Bihaqqi Muhammedin və alih və bihaqqi surətil mübarəkətil Fatihəti ma'as salavat. Allahümme salli ala بسم الله الرحمن الرحيم
الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم